Uşaqlar, toplu birinci hissə həndəsə bölməsindən bərabər yanlı və bərabər tərəfli üçbucaqlar mövzusundan sualların işlənməsinə keçirik. Birinci sual, həmişəki kimi tək sayda olanları mən işləyirəm, üç sayda siz işləyəcəksiniz. P, bərabər yanlı üçbucağın perimetri 84. Yan tərəf oturacağından 1,5 dəfə böyük. Oturacaq x-dırsa, yan tərəf 1,5 x-dir. Burada 1,5 x-dir. Üçbucağın oturacağını tapın. Perimetr nə demək? Toplayırıq. 4x bərabərdir 84, x bərabərdir 21. Bizdən də oturacağı soruşur. Belə bu B variantı. Üçüncüyə keçək. Üçüncü belə. Alfa, beta, gamma deməli üçbucağın bucaqlarıdır. Hansı şərt ödənlikdə bu üçbucaq düzgün üçbucaqdır. D variantı uşaqlar. Düzgün üçbucaqda alfa bərabər, beta bərabər gammadır. Hər üçü bir-birinə bərabər, onlar da 60 dərəcə. Keçirik 5-ciyə. Deməli, belə bir üçbucaq verir. AB, BC-yə bərabər. Bərabər yanlı üçbucaqdır. A, B, C. Düzdür. Sonra da deyir ki, AC də CD-yə bərabər. AC, CD-yə. Hə. Bu ikisi də bir-birinə bərabər. AC də CD-yə bərabər. Bu yan tərəflər bir bərabər. AC də CD-yə bərabər. Bucaq B deyir, 36 dərəcə olarsa, 36 dərəcə. Bucaq BAD-ni soruşur. BAD. Bax, bu hansı soruşur x. Şöyle bərabər yanlı üçbucağın oturacağına kiçik bucaqlar bərabərdir. Düzdür. 180-dən çıxıram 36-na. Eləyir 144. Yarı bölündü elədi 72. Bura 72 dərəcə. Düzdür. Burada 72 dərəcə yox. Bura 72 olan bu ikisi, burada da bərabər olanlar CD ilə AC. 72 çıxırıq 180-dən, oturacaq biçiklər duvar. Deməli, 180-dən 72 çıxanda 108 edir. Deməli, 54 buradır. 54 dərəcə, 54 dərəcə də buradır. Bura isə oturacaq biçik olduğu üçün ümumisi 72-dir. Yəni, bucaq BAD bərabərdir 72 dərəcə çıxaq 54 dərəcə edir. Bu neçə? 18 mi edir? 18 dərəcə edir. Keçirik 7-ciyə. 7-ci. Deyir ki, tərəfləri 7 və 15 olan bərabər yanlı üçbucağın perimetrini tapın. Burada çalışdırıcı məqam bu ola bilər ki, yan tərəflər 7-dirmi yoxsa 15-dirmi? Yersi ola bilməz. Nə səbəbdən ola bilməz? Üçbucaq bərabərsizliyinə görə iki tərəfin cəmi üçüncüdən böyük olmalı. Əgər yan tərəflər 7 olsaydı, bunların cəmi 14 edir, oturacaqdan kiçik idi. Deməli, bu hal mümkün deyil. Yalnız 15 7 ola bilər ki, burada da perimetr 37 edir. D. Keçirik 9-cuya. Yenə 9-da da nəsə şəkil var. ABC, AB, BC-yə bərabərdir. Bərabər yanlı üçbucaqdır. Çəkək. A, B, C. Deməli, BD də DC-yə bərabərdir. BD də DC-yə bərabərdir. Belə bir şey çəkilməyək. AC 2, bura 2. AD təm böləndir. Bu təm böləndir. Düzdürmü? Nə soruşur? BD-ni tapın. AB BC-yə, AD DC-yə, qoy görək vəziyyət xarablaşdı deyəsən. Təm böləndir, təm böləndir. Ha? Bərabər tərəfi deyil. Canlı AB BC-yə bərabərdir. Qoy baxın, AB BC-yə bərabərdir, BD DC-yə bərabərdir, AC 2-dir. Və AD də təm böləndir. Təm böləndir. Deyir ki, bunu tapın. Bərabər tərəfli mi oldu? Təm-bölənin xassəsi olur, məcbur deyəsən. Çünki fikir verir, əgər üçbucağın oturacağına çəkilmiş, bir tərəfinə çəkilmiş təm-bölən həm də mediandırsa, həm mediandırsa. Yəni, bu tərəflər bir-birinə bərabər. Yəni, burada 2 edir. Fikir verir, bərabər tərəfli üçbucağı var burada. Niyə? Çünki, bax, görürsünüz, həm təm-böləndir, həm də bu ikisi bir, həm də mediandır. Deməli, onda bu da burada bir-birinə bərabərdir. AC ilə AB. Yəni, bərabər tərəfli üçbucaq alınır. Bu bizdən nəyi soruşur? BD-ni burada 2 olur. Deməli, BD də 1. BD bərabər 1.
D variantı, D variantı. 11'e baxaq. Görək 11'də nə var? 11'də də nəsə maraqlı bir şəkil var. A bərabər tərəfli ABC üçbucağı uşaqlar. Çəkin sizdə ABC. Deyir ki, D'yi orta xətt. Çəkdi D'yi. Yəni bu buna bərabərdir, bu da buna bərabər. YDS bucağı. Bax, bu bucağın tam. Bərabər tərəfli üçbucağın bütün bucaqları neçə dərəcədir? 60 dərəcə. Görürsünüz, bu ikisi də bir-birinə paraleldir. Deməli, nə alındı? Uyğun bucaqlar alındı. Cavab 60 dərəcə. Bucaq YDS bərabər 60 dərəcə. A variantı. Keçirik 13-ə. 13. Onuşda belə, çox maraqlı sualdır, tanış sualdır. ABC-də belə bir uzaq çəkir. Deməli, A-dır, B-dir, C. Burada bir K yazır, K yazır. Buradan da bir B-D yazır. Deyir ki, AB 6-dır, AB, bura 6-dır. B-D KBC-nin təmbülənidir. Bax, bu buna bərabər. Düzdür mü? BD AC-yə, BD paraleldir AC-yə. BC-ni tam. Bax, paraleldirsə, məsələn, bura alfa, bura alfa. Düzdür mü? Onda burada alfadır. Razısınız mı? Daxili çarpazdır. Bundan başqa burada alfadır. Çünki uyğun bucaqlardır ikisi. Yuxarı kənar. İkisi bir-birinə bərabər olduğu üçün deməli bərabər yanlıdır. BC də bərabər də alfa. C var yəni. 15'e baxaq. 15. 15'də də maraqlı sualdır. Mən də bu sizə tanış gəlməli kitabda eləmişim. Bərabər yanlı ABC üçbucağıdır. A, B, C. Deyir ki, AB BC-yə bərabər. Tamam, AB BC-yə. Onu bildikdən bu buna bərabər. DM paraleldir. DM paraleldir BC-yə. Yəni, bax, buradan bir dənə nöqtə gördük, D nöqtəsi. Bax, bu tərəfə paralel bir dənə nöqtə çək. DM. O birisi də, yazıq ki, DM paraleldir BC-yə. DN də AB-yə paralel. Bax, bu da buna paraleldir. DN. DN də paraleldir AB-yə. Bu da bərabər yanlıdır da. AB, BC-yə bunlar da 10 olarsa. Bax, bu da 10'dur, bu da 10. Deyir ki, P, B, N, D, M. Bunu tapmaq lazım. Bərabər yanlı olduğu üçün bu kitabda var bu sual. Bax, bura alfadır, bura da alfadır. Razısınız mı? Paraleldir bu ikisi bir-birinə. Paralel düz xətlərin kəsən əmələ gətirdi. Uyğun bucaqlar olduğu üçün bu da alfadır. Eləcə də həmin fikri bunun haqqındadır, yəni alfa. Deməli, AMD də, DNC də bunlar bərabər yanlı üçbucaqdır. Məsələn, bura X deyirəm. Onda bura ümumi 10 olduğu üçün 10 çıxaq X olur. Bərabər yanlı olduğu üçün burada X olur. Paralelogram da qarşı tərəfə burada X-dir, burada 10 çıxaq X-dir. Onda perimetr nəyə bərabər? 2 vuraq, X üstə gələk 10 çıxaq X eləyir. Bu da bərabərdir 20. C variantı. Keçirəm 17-yə. 17-də görək nə var? 17. Deyib, bərabər tərəfli üçbucağın iki təmbüranı arasında qalan iki bucağı neçədir? Bu bərabər tərəfli 60-dır, düzdürmü? 2 dənə təmbüləni çəkirəm. Bura oldu 30, burada oldu 30. İkinci təmbüləni bir də çəkirəm. Bura oldu 30 dərəcə, burada oldu 30 dərəcə. Bizdən bax, buranı soruşur. Bax, bu ikisi. Sonra görürsün, xarici bucaqdır. İkisinin cəminə bərabərdir. Nə oldu onda? X bərabər 60 dərəcə. D. B? D. D. Keçirik 19-a. 19 da maraqlı sualdır. Çəkək şəkli nəsə biraz dolaşıq şəkil oxşuyur. Birinci çəkək sonra. A,
BK'dır. AK BK'ya bu buna. O da bərabərdir BS'yə. Bax, bir dənə də buna bərabər olan bir C qoyub BS'yə. Belə bir şey çək. Deməli, AK bərabərdir KB'yə, o da bərabərdir BS'yə. Düzdür? Sonra. KD də DS'yə bərabər. Bax, burada KD DS'yə bərabər. Bu da buna bərabər. Deyir ki, KAB bucağı 40 dərəcə olarsa, KAB bucağı, bura 40 dərəcə olarsa. 40 dərəcə olanda, görürsünüz, bu ikisi bir-birinə bərabərdir. Deməli, burada 40 dərəcə olur, ümumi. Düzdür? Yaxşı. Bu ikisi də bir-birinə bərabərdir axı. Bərabər yanlış uzaq, 180-dən 40 çıxıram, yarı bölürəm, 70-70 edir. Bura oldu 70 dərəcə, bura da oldu 70 dərəcə. Düzdürmü? Sonra nə soruşur bizdən? 19'da DBA'nı. DBA'nı. Öyle bu daha asan şeydir ki, bu 20 dərəcə. Bizdən təmburanı soruşur. Yəni, bucaq DBA. Bu, niyə belədir? Bərabər yanı üst bucaqda oturacağa çəkilən median həm də təmburandır. Bura cəmi 40 olduğu üçün deməli 20-22 yerə bölür. Başa düşdünüzmü? Ona görə DBA 20 dərəcə. Variant? B. B variant. Keçirik 21'ə. 21 nəfərdir. də belədir. Bərabər yanlı üç bucağın xarici bucaqlarından biri 80 dərəcədir. Deməli, daxili 100 deyil, aşağı. 100 dərəcə. Oturacağı bitişik 100 ola bilərmi? Xeyr, çünki oturacaq bitişik bucaqlar bir-birinə bərabər, onda 2 dənə 100 olar. Bu o demək ki, təpə bucağı 100 dərəcə. O birisilər neçə olacaq ondan? 40 dərəcə, 40 dərəcə. Nə soruşurdu? 100, 40, 40. A variant. Keçirik 23'ə. Bir də 23 dənə var. 23'də deyir ki, bərabər yanlı üç bucağın perimetri 50'dir. Bərabər yanlı üç bucağın perimetri 50'dir. P bərabər 50. Deyir ki, yan tərəfi 15'dir. 15 də bu. Oturacağın uzunluğu 20'dir şu an hesab. Var mı? A variant. 25'ə baxaq. Deyir, 25'də belə. Tərəfi 24 kök altda 3 olan bərabər tərəfli üç bucağın medianını tapır. 24 kökdə 3. 24 kökdə 3. Biz bunu tapmaq üçün Pifagor teoremi eləməli olacaq. Yox, ola bizim 30'da məzbur Pifagor da hələ keçməmiş. Gələn hələ keçəcək. İzah edirəm. Deməli, bu median olanda həm təmbüləndir, həm hündürlükdür. Burada 12 kökdə 3 olur. Burada 12 kökdə 3 olur. Medianın tapmaq üçün x. Bu 60 dərəcəli bucaq, bu da 30 dərəcəli. 60 dərəcəlik bucaq qarşısında duran katet hipotenuzun kökdə 3 bölə 2 nisbətidir. Yəni x bərabərdir. Kök altda 3 bölə 2 vuran 24 kök altda 3 edir. Bu da 12'nin 3'ə vuranda 36 eləməlidir. A variantı. 27, 30'a qədər eləyək bəsdir. 27 belə. Oturacağı AB olan bərabər yanlı ABS üç bucağı çəkək. A, B, S. ABS üç bucağının AC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. Bu da olsun D nöqtəsi. Yaxşı. Deyir ki, BDS, bax bu bucaq 13 dərəcə olarsa və CBD-də 7 dərəcə olarsa, A bucağını tapır. Oturacaq. Hə, bu da bərabər yanlı üç bucaqdır da, düzdürmü? 7 ilə 13, 20 eləyir, uşaqlar. 20. 180'dən 20 çıxanda 160 eləyir mi? Oturacaq bitişik bucaqlar bərabər olduğu üçün 180'dən 160 çıxır 2 yerə bölür. 10 dərəcə, 10 dərəcə də bölür. Burada 3 eləyir hətta. Deməli, A bucağı neçə oldu? 10 dərəcə. Y variant. 29'a baxaq.
29. 29'da da gene Bəyəqin oxşar bir uzaqdır, çəkək. Bərabəryanın uzaqdır. Deməli, A, K, B, bir də buna bərabər olan biri belə çəkilir, C. Düzdür? Deyir ki, A, K bərabərdir K, B, o da bərabərdir B, C. K, D də bərabərdir D, C. Olarsa, burada 40 dərəcə olarsa, nəyə tapındı? DBA-nı. Bax, burada da bir dənə bir D-dir. D də burada buna bərabər. Bax, bu üçü bir-birinə bərabərdir. Bu ikisi də bir-birinə bərabər. DBA-nı. DBA. Bu barazanı. Bax, oturacağa pişiklər bərabər olduğu üçün burada 40 olur mu? 40. Bu da bərabər yanında üç uzaqlığı. BK, BC-yə bərabərdir. Oturacağa çəkilən median olduğu üçün həm də tənquradır. Deməli, burada da 20 dərəcə, 20 dərəcə olur. Nə oldu? Axtarılan uzaq D, B, A bucağı 20 dərəcə. 31'i də yazıram, bu sonuncudur. Çünki 30, nə? B? Y variantı. 30 həmin tipləri. 31 belə. Deyir ki, bərabər yanlı üç bucağın təpəsindən çəkilən hündürlük 25 cm. Bərabər yanlıdır, hündürlük çəkilən, bura 25 cm. Yan tərəfə çəkilmiş median oturacaq ilə 30 dərəcəli bucaq əmələ gətirir. Yan tərəfə çəkilən median oturacaq ilə 30 dərəcəli bucaq əmələ gətirdiyini bilərək onun uzunluğunu tapır. 2'nin biri olacaq deyəsən. Bu medianın xassəsindən istifadə etmək olacaq. Bu həm median uşaqlar. Deməli, bura 25 olsun. Bura medianların kəsişmə nöqtəsidir. Buranın verdi 25. Deməli, 25 bölə 3. Bura 3 bölə 25'dir. Bura 3 bölə 50'dir. Çünki medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2'nin 1'ə nisbətində bölünür. Mən bunu gələcək üçün deyirəm. 2 verir. 2'nin 1'ə nisbətində bölündüyü üçün bu 30 dərəcədir, düzdürmü? Burada həm də hündürlükdür. 30 dərəcəlik bucaq qarşısında kat hipotenuzun yarısına bölünür. Deməli, bura 2 vuraqdır. Yəni 3 vuraq, 3 üstə 50'dir. Bu 2. Eyni bir-birinə bərabərdir. Bu da 3'də 25'dir. Çünki 2'nin 1'ə nisbətində. Deməli, bu medianla, məsələn, AM deyək də. AM median belə 25'ə bərabərdir. Median məsələn. Nə? B variantı. 30'la daxil olmaqla yazarsınız, sınavınıza keçin.